Salam hörmətli abituriyentlər. 13 aprel 9-cu siniflərin buraxılış imtahanından sualların izahına başlayırıq. İlk suallarımız dinləmə mətnidir. Belə bir mətn var. Walt Disney created many famous cartoon characters. In the 20th century, one of the most well-known is Mickey Mouse. The first cartoon with sound for children, Steamboat Willie, introduced Mickey Mouse and became very popular. Disney himself provided the voice for Mickey in the early years. Some claim that Mickey was named after a popular child actor of the time, although this is not confirmed. Many of Disney's characters have received awards, and their unique voices and personalities made them special. Şimdi burada mətndə tam olmayan bir şeyler var, ama orada birinci sualda belə bir şey var ki, it was a TV show organized for children. Yani bu uşaqlar üçün təşkil olmuş televiziya şousuydu. Bir olur B variantı. İkinci cümlədə bir şey var ki, before Mickey Mouse, yani Mickey Mouse'dan əvvəl all cartoon characters were silent. Bütün çizgi film karakterleri yani sessiz idi, ama ilk dəfə səsini Mickey Mouse hazırlayıb. Cavab olur D variantı. What is the passage mainly about? Ne hakkındadır? The first cartoon with sound for children. Yani uşaqlar üçün səsli ilk çizgi filmi. Cavab olur C variantı. Dördüncü sualda the voice of Mickey Mouse was provided by Walt Disney himself. Birinci doğrudur. İkincisi, some claim that Disney named Mickey after the popular child actor. Bu da doğrudur. It was difficult for people to remember the name Mickey. False, yanlıştı. Çətin bir şey değildi onlar üçün xatırlamaq. Although Mickey Mouse was famous, it couldn't receive Oscar award. Baxmayaraq ki, Mickey Mouse məşhur idi, amma o Oscar mükafatı almadı. Xeyr, almışdı. Bu da yanlıştı. Cavab oldu A, B, B. Beşinci sualda demək nə deyir? Thank you for applying for the job as a lawyer. We would like to invite you for an interview at 11 a.m. on Tuesday, September 21st at our office. Adam deyir ki, bunu dəvət etmək istəyirlər. Və cavab da Y variantıdır. Jessica is invited to the interview on September 21st. Cavab olur Y variantı. Jessica sentyabrın 21'inde interview'ya dəvət edilir. Altıncı sualda join our summer camp for kids today. Bugün uşaqlar üçün yay kampına qoşulun. We have fun games, arts and competitions. Bizim əyləncəli oyunlarımız, incəsənət işlərimiz və yaxud da yarışlarımız var. You can also make new friends here. Burada yeni dostlar edilə bilərsiniz. There will be a special discount for the second child of the same family. Ailənin ikinci üzvü üçün, yəni eyni ailənin ikinci üzvü üçün xüsusi endirim olacaq. It's the last day for signing up. Sonuncu gündür. Yəni qoşulmaq üçün sonuncu gündür. Birinci A variantına baxırıq. Signing up for camp will last till the end of the next week. Gələn həftənin axırına qədər söhbət yoxdur, bu günə qədərdir. Yalnız bu gündə qoşulma A variantı çıxır. C variantda discount for all kids. Bütün uşaqlar üçün xüsusi endirim yox idi orada. Sadəcə ailənin ikinci uşaqları üçün var idi. D variantında only one child from family is allowed to attend. Yalnız ailənin bir uşağına iştirak etməyə icazəsi deyildi. İkisi də gələ bilərdi, üçü də gələ bilərdi, amma ikinci uşaqdan başlayaraq endirim var idi. The second child of family can attend the camp for free. Pulsuz qoşula bilərdi, iştirak edə bilərdi. Xeyr, pulsuz deyil. Sadəcə xüsusi endirim var idi. Cavab qalır B variantı. The camp provides children with different activities. Yəni kamp uşaqları müxtəlif fəaliyyətlərlə təmin edəcəkdi, əyləncələrlə. Cavab oldu B.
7-ci sualda Hi Jane, you are invited to my birthday party. Salam Jane, sən mənim doğum günüm partimə dəvət edilirsən və ya da dəvətlisən. It will be on Saturday at 3 p.m. at my house. Şənbə günü saat 3-də mənim evimdə olacaq. You have to wear a special costume for the birthday party. Sən doğum günü partisi üçün xüsusi kostyum geyinməlisən. See you soon. Görüşənədək kindly Carla. A variantda nə deyir? Carla will celebrate her birthday alone. Carla öz doğum gününü yalnız, yəni tək qeyd edəcək, xeyr. Hətta dəvəti də var. A çıxır. B variantında the visitors should wear official dress. Rəsmi paltar geyinəcəklər. Xeyr, rəsmi paltar deyildi, xüsusi kostyumlar idi. D variantında Jane can participate at the party on Monday. Güya ki, bazar ertəsi iştirak edə bilər. Xeyr, bazar ertəsi deyildi, şənbə günü keçiriləcəkdi. The birthday party will be held in the restaurant. Restoranda keçirilməyəcəkdi, evdə keçiriləcəkdi. At my house yazıldı. Cavab qalır C variantı. Jane should wear a special dress for the birthday. Jane doğum günü üçün xüsusi kostyum geyinməlidir. Cavab oldu C. Sonra başlayırıq 8-ci sual üçün yazı mətni var. Lake Aral or the Aral Sea is situated in Central Asia. Və yoxud da hər kəsdə artıq mətn var deyə mətni tam oxumuram. Baxırıq 8-ci sualda. The Aral Sea receives water from two main water sources. İki əsas su mənbəyindən istifadə edir, qəbul edir suyu. Cavab A variantıdır. B-də nə deyir? Get a lot of water at the end of 19th. Demək, 1900-cu illərin sonunda çoxlu su əldə etdi. Xeyr, 1900-cu ilin sonlarında onun suyu demək olar ki, yox vəziyyətinə gəlmişdi. Is full of fresh water sources. Yeni təzə su mənbələri ilə dolu idi. Xeyr, su mənbələrinin belə deyəndə mənbəyi azalmışdı əslində. Has warm winters. Xeyr, mülayim qışı olmurdu, çox sərt qışı olurdu və çox isti yayı olurdu. Tam əksin yazıblar. Is now used for the fishing industry. Balıqçılıq sənayesi üçün istifadə edilir. Xeyr, indi istifadə edilmir. Əvvəllər daha çox istifadə edilirdi. Cavab qalır A variantı. 9-cu sualda. What was the purpose of changing directions of the rivers running to the Aral Sea? İstiqamətinin dəyişməsinin məqsədi nə idi? Başqa yerlə axmalarının. Burada bəzən uşaqlar səhv ediblər, yazıblar ki, to reduce the water of the Aral Sea, Aral dənizinin suyun azalması. Yəni, su azalır, amma məqsəd nə idi onun suyun azaltmağında? To water cotton fields. Pambıq tarlalarının suarılması idi məqsəd. Cavab B yox, E variantı idi. To water cotton fields. What is the passage mainly about? Mətn əsasən nə haqqındadır? Demək, B variantda deyir ki, the rivers water cotton fields. Çaylar pambıq tarlalarını suarır. Xeyr, Aral dənizindən söhbət getirdi. Sadəcə sonda göstərir ki, suyun mənbəyinin azalmasının səbəbi pambıq tarlalarının suarılmasıdır. The climate of the Aral Sea, Aral dənizinin iqlimi ilə əlaqəsi yoxdur. Fish and other sea products, balıq və başqa dəniz məhsulları qətiyyən əlaqəsi yoxdur. The islands surrounded by the Aral Sea, Aral dənizini əhatə etmiş adalar, sadəcə adalar olduğunu deyir. Adaların heç birisi ilə bağlı məlumat yoxdur. Cavab qalır the sea in danger of disappearing. Yəni, yoxa çıxmaqda olan dənizin yoxa çıxmaqda olan təhlükəsi də belə deyək. Cavab olur A variantı. False statement. Yanlış cümlələr. Baxırıq A variantına 11-ci sualda. The name of the Aral Sea is connected with islands.
adalarla əlaqəlidir. Bəli, bu düzdür. Very little rain falls on the Aralsi. Aral dənizinə çox az yağış düşür. Bu da doğru idi. D variantında there are a lot of islands in the Aralsi. Aral dənizində çoxlu adalar vardı. Bəli, bu da doğrudur. Y variantında the Aralsi started to disappear in the second half of the 20th century. 20-ci əsrin belə deyək də ikinci yarısından sonra yoxa çıxmağa başlamışdı. Bəli, 1960-dan sonra başlayır. Cavab qalır yanlış C variantı. Today the Aralsi is one of the world's largest lakes. Deyir ki, dünyanın ən böyük göllərindən biridir bu gün. Xeyr, çox balacalaşıbdır. Ona görə də yanlış cümlə C variantı idi. 12-ci sual, which statement are true according to the passage? Yenə də hansılar doğrudur? As the Aralsi dries, it becomes a danger for the environment. Aral dənizi belə deyək də qurumaqda olduğuna görə bu ətraf mühit üçün təhlükəli ola bilər. Bu düz. İkinci cümlədə three parts were formed of the Aralsi because of heavy rainfall. 3 dənə hissədən su qəbul eləmirdi, 2 hissədən su qəbul eləyirdi bu. 2 səhvdir. Today only a little part of the Aralsi exists. Sadəcə belə deyil, balaca bir hissəsi mövcuddur. Bu da düzdür. The level of the water in the Aralsi will rise in the future. Gələcəkdə Aral dənizinin su səviyyəsi artacaq. Onunla bağlı heç bir məlumat yoxdur. Cavab qalır 1 və 3. İndicə başlayırıq 13-cü sualdan qaydalara. I like trousers. Trousers də necə bir isimdir? 2 bölünmə hissədən ibarət olub, həmişə cəmdə olan isimdir ki, qaydada da deyilir ki, bu sözləri cümlədə istifadə edərkən diqqətli olmaq lazımdır. Bunları it, its, sonra it is və yaxud da this ilə that ilə əvəz etmək olmaz. Bunları they ilə, them ilə, they ilə əvəz edirik. Trousers cəm deyə these götürürük və yaxud da those götürə bilərik, amma those ilə olan A və B variantları var ki, ikinci tərəfi its və yaxud da it isdir, ona görə çıxırıq. Cavab qalır D variantı, these ilə they-yə. 14-cü sualda I don't think demək ki, modal fiildir. Haven't to deyə bir ifadə yoxdur. Will not və yaxud da want to bunlardan sonra mütləq be köməkçi fiil gəlməlidir, amma C və D variantlarında da yoxdur. Y variantında should ilə to işlənmir. Cavab qalır A bəndi. I don't think you will be able to read the whole novel in 2 weeks. Cavab oldu A variantı. 15-ci sualda the language courses. İsimlə bağlı ümumiyyətlə deyirik ki, əgər iki isim arasında of sözünü olmadan bir-birinin ardınca gəlirsə, birincini yox, ikinci gələni götürürük. Yəni, birinci isim bir növ sifət rolunda çıxış edir. Nisbi sifət. Yəni, söhbət dildən yox, dil kurslarından gedir. Kurslar cəmdədir, are və were. 2 və 3 B variantı. 16-cı sualda word definition'dır, söz uyğunlaşdırması. Exhibition, sərgi deməkdir. Biri olur C. A public show of art or other things. İncəsənət və yaxud da ki, başqa şeylərin ictimai göstərisi, sərgi. Desert, 2-də desertdən söhbət gedir. Sweet food eaten at the end of a meal. Yəni, şirin bir yiyəcək, yeməyin sonunda yiyiləcək bir şey. 3 dənə var, desire, arzulamaq. A strong wish to have or to do something. Hər hansı bir şey olmaq və yaxud da etməyin güclü bir arzusu. Cavab olur D variantı. 1-ə C, 2-yə B, 3-ə A. Sonra which word means the person who is head of a school. Hər hansı bir məktəbin belə deyək də rəhbəri olur. A principal. Rəhbər, direktor mənasını verir. Lawyer, hüquqşünasdır. Operator, operator, hairdresser, parikmaxer, spydakı, belə deyək də, şpion, satqın mənasında. Cavab qalır principal. Sonra 18-ci sualda choose the words with the opposite
meaning. Opposite meaningdəki qarşı-qarşıya olan, yəni antonim sözlər. Cavab olur Y variantı to forget və to remember. Unutmaq, xatırlamaq. A variantında see görmək, hear eşitmək. Əlaqəsi yoxdur. B variantda enter visit. Enter daxil olmaq, visit baş çəkmək. Əlaqəsi yoxdur. Agree razılaşmaq, accept qəbul etmək. Demək olar ki, sinonim kimi götürülə bilər. Begin start konkret sinonimdir. Cavab qalır Y variantı. 19-cu sualda başlayırıq B variantından. Either ilə nor işlənmir. B çıxdı. Not only'dən sonra but also gəlməlidir ki, yoxdur. Neither ilə or işlənmir. Both-la and işlənməlidir. Cavab qalır A variantı neither nor. Sonra 20-ci sualda baxırıq cümlənin sonunda nə var? Last month. Last keçmiş zamandır. A variantında will gələcəkdir. B variantında have spent indiki bitmiş zamandır. Present perfect. Present perfect ilə last işlənmir. Yenə də deyirəm ki, last keçmiş zamansa do işlənə bilməz, are işlənə bilməz. Cavab qalır Y variantı did spend. Did keçmiş zamanda, əsas fe'l isə qayıdır indiki zamana Y variantı. Sonra 21-ci sualda lay on, yəni çarpayının üstünə uzanmaq mənasında. Mike laid on the bed as soon as he got home. Mike evə gələn kimi çarpayıya uzandı. Cavab oldu C. Bir də 22-ci sualda uşaqlar çaşqınlıq yaradıb özlərində əsasən götürüb it yazıblar. Amma səhvdir və ya doesn't it-lə yazan var, hətta haven't it-lə yazanlar var. Bir şeyə fikir vermək lazımdır ki, fish, sheep, deer, swine sözləri təki cəmi eyni olan sözlərdir. Yəni, bunları həm təkdə işlətmək olar, həm də cəmdə. Amma nə var burada? Deerdən sonra əgər have gəlibsə, demək, marallar cəmdə götürülübdür. Və have-dən sonra, demək, have-ə nə vaxt, have-lə nə vaxt dudazla cavab vermək lazımdır. Have-həzdən sonra got varsa və yaxud da have-həzdən sonra keçmiş zamanlı feil varsa have-həzlə cavab verilir. Hətta to have feili var olmaq mənasında işlənməsinə baxmayaraq, əgər qodsuz işlənibdirsə, yenə də dudaz olacaq. Ona görə də have-ləri çıxırıq B və C variantları gedir. Söhbət marallardan gedir deyə bunu doesn't əvəz edə bilmərik. A çıxdı. Y variantında don't varsa bunu it deyə bilmərik. Don't cəmi aid it isə təki bildirir. Cavab qalır don't they. Deyə have long legs. Maralların uzun qışları var. Don't they? Elə deyilmi? 23-cü sualda passive voice, məchul növ someone. Deyirik ki, əgər mübtəda üçüncü şəxsin təkindədirsə və ondan sonra gələn feillə is şəkildirsə artırılmayıbsa, demək bu past simple-dır. Və cümlənin sonunda da ego past simple-ın göstəricisi var. Məchul növdə deyirik ki, məlum növlü cümlənin tamamlığı məchul növlü cümlənin mübtədası olur. Someone stole, kimsə oğurladı. Nəyi oğurladı? His suitcase, onun çamadanını. Demək, tamamlığımız his suitcase-dir, gələcək məchul növdə, olacaq mübtəda. Y variantını birbaşa çıxırıq, someone-a görə. Bu çıxdı. Cümlədə have-həz olmalıdır ki, onu cavabda have-həzlə verək. D variantı çıxır və hətta has stolen oğurlayıb məlum növdədir. Məchul növdə have-həz həddən sonra bin işlənməlidir. Bu da çıxdı. A variantı is indiki zamanda, amma stole keçmiş zamandaydı. Qalırıq B və C variantları arasında. C-də bircə dənə artıq söz var, o da beindir. Deyirik ki, am, is, are, was, were ilə bein işlənmir. C-ni də çıxırıq, olur his suitcase was stolen a few days ago. Onun çamadanı bir neçə gün əvvəl oğurlanıldı. Cavab qaldı B variantı. 24-cü sualda I met an old friend in this street, küçədə, while I was on my way home. Mən evə gedən yolumun üstündə, yəni yolumun üstündə evə gedərkən küçədə köhnə dostumla rastlaşdım. Friend sayılan tək isimdir və deyirik ki, sayılan tək isimdən əvvələ sifət gələrsə, sifətin qarşısında an artikli işlənir. Old da saytla başladığına görə an artiklinin ilə oldu. Street isə, yəni küçədə deyirsə, bu adam dayandığı küçə dostu ilə görüşdüyü haradakı rastlaşıbdır. Bu mənə ona məlumdur ki, hansı küçədən söhbət gedir. Yəni məlumdur the nə olacaq? In the street. N və the cavab oldu C variantı. Which pairs are synonyms?
Hansı cütlüklər sinonimdir? 2 və 3-ü çıxırıq, çünki empty boş, crowded basırıq, dolu mənasında. 3-də də different fərqli, same eyni deməkdir. Bunlar antonimdir, amma correct true doğrudur. Elegant attractive cəzb edici, bunlarsa sinonim. 1 və 4 cavab bunlardır. Geriyə qalır S. S-də ki, hər kəs öz düşündüyünə görə bir cavab yazır. Çox sağ olun. İnşallah növbəti imtahanlarımızda da sizlə qarşılaşacaq.